tanımar, qızı arzulanaram tanımam. Heç kim düşünməsin ki, mən oradan xoş yerdən gəlirəm. Ümumiyyətlə kim arzulanaram ki, kiminsə qoluna qandal vurulsun. O dəmir qapılar onun üzrə çırpılaraq öldürsün. Ona o dəmir qapının balcı pəncərəsini əylərək kapatsın. Onu heç kim arzulanaram. Tüm orada müddətdə nə müstənsiz, nə dövlət insansız, nə də siz, heç biriniz mənim gözümün içində siz baxa bilmədiniz. Heç vaxtda baxa bilməyəcəksiniz. Hər kəs özünə hünər qazanmaz. Heç ələ həmşədədir. Onlar xatırlanmasın. Sonda mən el olacağım. Düşünməsinlər ki, yəni güclərini, gənc bir qızın üzərində göstərirlər. Göstərsinlər. Bugün məni həbs edəcəksiniz, mənim ağzım bir minlərlə milyarlar çıxacaq. Mən isə əslində həbsimin əsl mahiyyətini bilirəm. Yəni, ən üzüldüyüm şey odur ki, sırf Aydın ölümündən ya məni və ya da ailəmi cəzalandırmaq üçün bundan fürsət kimi istifadə edədilər. Düşünməyin ki, bu dünya, bu hakimiyyət bu qədər durub qalacaq. Bax, gələcək yollar gedəcək. Bunların hesabını sizlər verəcəksiniz. Biz ona görə mübarizə aparırdıq ki, məhkəmələr ədalətli olsun. Düz mən indiyək ki, məhkəmə ölür rəsmə iştirakçı olmasam da, məhkəmənin bu qədər axsız olduğunu bilmirdim. Bu da şahidi oldum. Təşəkkürlə, buna görə çox sağ olsunlar. Bugün onun şahidi oldum. Biz ona görə mübarizə aparırıq ki, siz hakimlər, kimlərin diqqətinə qərar vermiyorsunuz. Özünüz vicdanlı, ədalətli, bizlərə əməksinizə soruşularaq qərar verirsiniz. Yəni, ən üzücü bir şey odur ki, insanlar bir bir vəzifəsinə görə bu qədər, mənim gözümdə bu qədər cılızlaşırlar, bu qədər belə şəxsiyyətlərini, ləyəqətlərini ayaq altına atırlar. Dəyərdir bu. Bir ildən sonra, 2 ildən sonra onlar çıxıb gələcək, bunların hesabını siz verəcəksiniz. Heç kim düşünməsin ki, onlar ömrünə əbədi qalacaq. Heç kim düşünməsin. Hörmətli İlham bəy, siz hər dəfə məndən və digər məhkəmə proseslərini tələb edirsiniz ki, məhkəməyə və hakimə hörmətli məhkəmə olaraq hesab edirsiniz. Və heç özünüz düşünürsünüzmü? O kitabları siz hak edirsiniz? Reallıqda olmayan bir kitabları siz hak edirsiniz? Edirsiniz? Kanunda yazılır. Bəyəfəndi, hak edirsiniz? Bu, Nigar Yaqubovun bugün keçirilən məhkəmədə son sözdür. Dekabrın 19-da Abşeron rayon məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqubovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Nigar Yaqubovun vəkilləri Adil İsmailov, Elton Quliyev və Neymət Kərimov, partiya funksionerləri, ictimaiyyət fəalları iştirak ediblər. Proses müdafiə tərəfinin vəkillərinin çıxışları ilə başlayıb. Vəkillər cinayət işinin qanunun tələb etdiyi qaydada olmadığını, istintaqın yarımçıq aparıldığını bildiriblər. Onlar Nigar Yaqubovun barəsində çıxarılmış həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, iş üzrə təkrar ekspertiza təyin edilməsini, eləcə də istintaqın yenidən aparılması və bəraət hökmü çıxarılmasını xahiş ediblər. Məhkəmədə yarım saat fasilə elan olunub. Prosesdə də gördünüz ki, bu iş başdan ayağa saxtalaşdı. Bu cinayət içində həqiqətlə bağlı, reallıqla bağlı bir dənə kağız, bir dənə cümlə yoxdur. Hətta o qədər ki, bu həmin baş vermiş bu qəzanın video görüntüləri cinayət içində olurlar. Həmin hadisənin təsviri tamamilə başqa, sxemi başqa çıxır. Hətta bu dərəcədir. Və indiyənə qədər biz məhkəmədən heç bir ədalətli qərar görmədik. O mənada ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, vəsatət qaldırılmasına baxmayaraq, həbs qəti imkanı dəyişiklik edilmədi, çoxlu vəsatətlər təmin olunmadı və heç kəsə sevdir ki, Azərbaycanda məhkəmə ümumiyyətlə çalışmır. Bu cür hadisələrdə qərarlar başqa yerdə verilir və yəqin ki, o qərar artıq verilibdir, sadəcə o bir formalizm, prosedur qayda üçün hakim məşvərət tutağına və onlar yuxarıdan tapşırılmış, deyilmiş, gəlib qərarı elan edəcək. Bu qədər. Başqa şey heç nə gözləmir. İttiham hökmü çıxarılacaq, azadlıqdan məhrum etmək cəza verəcək. Yəqin prokurorun dediyindən bir il yarım çıxar cəza təyinlər. Ədalətli qərar gözləmirik ki biz. Fasilədən sonra hakim İlham Kərimli Nigar Yaqubovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi, cəzasının həbs olunduğu vaxtdan hesablanması, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi barədə qərarı elan edib. Xatırladaq ki, Nigar Yaqublu sentyabrın 10-da saxlanılıb. Onun həbsi Müsavat Partiyasının məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlıdır.